Hər ay saç boyası etməyimə baxmayaraq saçımın bu qədər gözəl, canlı qalmağın nəyə borçluyam, gəlin birlikdə göstərim. Həm parlaq görsənsin saçımız, həm də canlı olsun, saç qıran falan olmasın deyirsiniz. Qəşəng saç yalnız. Hə canlar, gəlin sizə Forever Living şirkətinin saç baxım məhsullarından danışım. Hər gün nədən başlayıram? Saçımızı təbii ki şampunla yuyuruq. Şampunumuzun tərkibində 300 mg-dır, 296 mg-dır. Tərkibində sulfat yoxdur. Hətta keratinli saçınız varsa yuya bilərsiniz. Aloe olmazsa olmaz, jojoba yağı və ərik yağı var. Saçımızı yuyanda əvvəlcə islatdınız mı saçı? Qoyun 3-5 dəqiqə saçınızda şampun qalsın, sonra yuyun. Bu bizim şampunumuzdur. Mənim bax bu gözəl qalın saçlarımın borçluyam bax bu şampuna. Və bir şampun bir insan üçün ən az 2 ay gedir. Bu isə olmazsa olmaz bildiyimiz maska, saç maskası. Yəni kondisioner yazılır üstünə. Əziz xanımlar, bunu xahiş edirəm. Marketlərdə, gözəllik mərkəzləri satılan yerdə olan kondisionerlərdən qarışdırmayın. Niyə? Çünki onları saçımızın yalnız ucuna vururuq ki, yumuşaq qalsın deyə. Bunu isə saçımızın dibinə maska edirik. Saçınızın dibinə vurdunuz mu? Belə biraz, bax belə tökürsünüz saçınızın içinə, əlinizin içinə üzr istəyirəm. Beləcə etdikmi? Bunu saçımızın quru-quru da edə bilirsiniz. Saçımızın əvvəlcə dibinə yaş-yaş yudunuz mu şampundan? Yaş-yaş maska etdiniz, çıxdınız. Saçım çox qalındır, saç qıranım çoxdur. Tez-tez kraskalar qoymuşam Gültəki xanım. Qırıq-qırıq olur, ən çox sarı açan saçlara. Yenə bax belə-belə edirsiniz saçınızın ucuna. Qəşəng bir gözəllik alınır. Gün ərzində parlaq qalır və yumuşaq qalır və saç qıranlardan saçınızı qoruyur. Yəni bunu siz normal vaxtda da vura bilərsiniz və olmazsa olmazım fön spreyim. 16 ildir mənim dostumdur. Fön spreyi körpədən böyüyə qədər hər kəs istifadə edə bilər. Maska edirik. Saçınızın dibinə vurdunuz mu? Belə biraz, bax belə tökürsünüz saçınızın içinə, əlinizin içinə üzr istəyirəm. Beləcə etdikmi? Bunu saçımızın quru-quru da edə bilirsiniz. Saçımızın əvvəlcə dibinə yaş-yaş yudunuz mu şampundan? Yaş-yaş maska etdiniz, çıxdınız. Saçım çox qalındır, saç qıranım çoxdur. Tez-tez kraskalar qoymuşam Gültəki xanım. Qırıq-qırıq olur, ən çox sarı açan saçlara. Yenə bax belə-belə edirsiniz saçınızın ucuna. Qəşəng bir gözəllik alınır. Gün ərzində parlaq qalır və yumuşaq qalır və saç qıranlardan saçınızı qoruyur. Yəni bunu siz normal vaxtda da vura bilərsiniz və olmazsa olmazım fön spreyim. 16 ildir mənim dostumdur. Fön spreyi körpədən böyüyə qədər hər kəs istifadə edə bilər. Tərkibində 28 dənə bitki var, eyni zamanda aloenin özü var. Ramaşkasıdır, şalfeyidir, karadubasıdır. Bəlkidir saçım dibin. Bax belə, bu məhsulları əldə etmək istəyirsinizsə, mobil nömrəmiz səhifəmizdə var, bizə yaza bilərsiniz. Hələlik.